narkotik asıllılığına qarşı ilk vaksin hazırlanıb. Braziliyalı alimlər narkotik asıllığının müalicəsi üçün dünyada ilk vaksin hesab olunan Kalixkoka preparatını hazırlayıb. İlkin sınaqlar zamanı vaksin heyvanlar üzərində müsbət nəticələr göstərib və hazırda insanlar üzərində klinik sınaqlara hazırlaşır. Mütəxəssislərin sözlərinə görə Kalixkoka immun sistemini kokain molekullarına qarşı anticismlər istehsal etməyə sövq edir. Bu anticismlər narkotik maddəsinin beyinə çatmasının qarşısını alır və nəticədə istifadəçi kokain qəbul etdikdə euforiya hiss eləmir. Layihənin koordinatoru, psixiatr Frederica Garcia'nın sözlərinə görə, əgər preparat tənzimləyici qurumlar tərəfindən təsdiqlənərsə, bu asıllığın vaksin vasitəsilə müalicə olunduğu ilk hal olacaq. Tədqiqatçılar bildirib ki, vaksin laboratoriyada hazırlanmış kimyəvi birləşmələrdən ibarətdir. İstehsalı nisbətən ucuzdur və xüsusi saxlanma şəraiti tələb eləmir. Heyvanlar üzərində aparılan sınaqlarda ciddi yan təsirlər müşahidə edilməyib. Alimlər hesab edir ki, yeni vaksin reabilitasiya prosesində olan insanlara yenidən narkotik istifadəsinə qayıtma riskini azaltmaqda kömək edəcək.